34. sual deyin görüm. Yavaş yavaş. Hı. Yanvar səni bu arada çarıqdırmaq üçün verir. Sıfır artımını görəsən deyə. Ha, sıfır. Ha, başa düşdüm. Ardıcıllıq kimi. Fevral, Bilər ki, birin üstünə fevraldan sıfır bir ay gəlib bir. sonra Mart, Ha, Martdan 2 ay sonra May, indi maydan 3 ay sonra iyun, iyul, avqust. belə bax. Bir də Müəllim, bir Yanvar, səhvə fevral, yanvarda mart. 6 hərf, fevralda 6 hərf, martda 4 hərf, mayda 3-dür, iyunda da hərf kimi 4 baxma. hərf. Hərf kimi niyə getdim? Çoxlu. Bax, ardıcıllıq kimi bax. Yanvar neçənci aydır? Bir. Bax, İkinci, sadəcə səni fevral ikinci, çarıqdırmaq mart üçün verir. ikinci. Üstünə sıfır gəlib, Orada yenə bir may olaraq olmalı. saxlayıb. Yani. Bax, ayların neçənci olduğunu düz birinci. Yanvar birinci aydır. Yenə yanvar birinci ay. Fevral ikinci ay. Mart üçüncü ay. May isə beşinci ay. Düzdürmü? İndi sənə burada sual işarəsi verib sualın yerindəkini istəyir. Birin üstünə sıfır gəlib bir. Sən sadəcə burada yanvarı sıfırı çarıqdırmaq üçün verib. Sonra gedib ikinci perioda. Fevral, bax, fevraldan marta 2-dən 3-ə keçib. 2-nin üstünə neçə gəlsəm 3 eləyər. 1. Əvvəlki ilə toplayıb. Aha. Hə, Sonra səhv bax, olacaq. Tamam. Ha, martın üstünə nə gəlib? 2 Aprel, may, gəlib. 2 2, gəlib. 2 2, gəlib. 2 gəlib 5 eləyib. Düzdürmü? 2, Bax, Aha. artıq bax. 5-in üzərinə 3 gələcək 8. Mesela hər əvvəlki 2 rəqəmin cəmi 1 ilə 2-nin cəmi 3-ü verib. 2 ilə 3-ün cəmi 5-i verib. İndi 5 ilə 3-ün cəmi neçə eləyəcək? 8. 8-ci ayın hansıdır? avqustdur mənim. Cavab olur hansı variant? C variantı. 35-ci sualı deyil. 30. Ümumi hərf olaraq baxmırsan, məna olaraq 5 bax. dənədir, materik 6 dənədir, not 7 dənədir. Not. Göz 2 dənə, irq 3 dənə, 4 fəsil, 5 barmaq, 6 materik, 7 dənə olan nədir? Sayına görə baxanda. Not var. Not. Olur C variantı. 7 not nədən? Hə, 7 musiqidə 7 not. deyirəm bayaqdan Burada, fikirlə sizin burada 7 deyirəm. intellekt sorğulandı. 36-cı sualı deyin. Məktəb 8, tələb 9. Çox sadə bir sualdır bu arada. 4 dənə Dört samitdir, dənə- 2-yə vurdu ya da kvadratı falan. Samitin sayı. Var. Vurusun 4'ü 2'ye sayı. bölüp 8 Hə, eləyir. 4 3 vurur saati 8. 3 saate bölüp 9 Samit eləyir. vurusun sayı. Müəllim sözünə neçədən samit, neçədən sait var? 4 dənə Üç samit var. var, 3 Dört. dənə sait var. 4 Dört. dəfə 3 neçə edir? 12. 37-ni deyin görüm. Ahiyyətini tutanda yazmaq olur. Asan ümumiyyətlə. Bax, demək olar ki, çox hissəsinə baxmışıq burada. Mürəkkəbləri seçdik, baxdıq. 4. Ümumi A 4'dür. proqramda tapşırıq eləyəsiniz. Gələn dəfə yoxlayacağıq hamısı. Bir də 2'dir. C, 2286 ABCD'di. 5059 ne oldu? E, F, G, A'dı. Ona uygun tapmaq olar. Bir dəqiqə. yox, ABCD A Sözlər 4'dür. ardıcıl formada verib sənə. Yəni İki. yerlərin dəyişməyib. Kodların yerlərinin olduğu kimi. Belə C A ilə bəndidir Y də. çıxırıq. A'dı, hə. Bir dəqiqə. D 6. Yox, axı 6 dedi. A variantında burada 7 göstərir. B variantı ola bilər. Sənə verilən birinci sözün kodunu yaz. Hamısında nə yazılıb? Aha 4286. Aşağıda İlk 2495. Bax, buranı yazın 4286. Düzdürmü? D variantını silirsən. İndi mənə baxın. Burada ikinci hərf 4 ilə qurtarır. Deməli, A ilə bax, A ilə qurtarır, 4 ilə qurtarmalıdır. Hamısı bax, ikinci 4 ilə uyğun gəlir. Uyğun gəlməyənləri bir-bir tapın görüb, ümumi uyğun gəlməyən, qaydanı pozan nədir? 5904 hamısında eynidir. Hamısında uyğun gəlir. Bunun kodu 5904-dür. Aha. O 0167 olan olacaq da elə bil. D-nin kodu 6 olduğuna görə Aha, sıfırdan D-nin sonra kodu 6'dır. Bak buradan tapırsan ki D-nin kodu 6'dır. Burada 6 olmalıdır. Ama burada bak 6 verilmeyib. Burada 7 verilib. Bunu da A variantı getdi. Aha. B-nin də kodu 2. Aha, bunu heç. Hə, bunlardan da getdi. E-nin də kodu Aha. 4. B'nin kodu neçədir? B'nin Y'nin kodu kodunu 2'dir. bilmirik. Sıfır A'nın olan kodu qaldı. 4'tür. A'nın kodu 4'tür. 2 4. Aha. Bak burada 2 4 gəlmir. 4 2 gəlir. Bu səhv gəlir. Aha, bu səhv. Aha, sonra B ilə C-nin fərqi nədir?
B-də B-nə? 2-dir, C-də A-nə baxın, 8-dir. ilk sözə baxın. 4286, 86 deyil, aşağıda isə 2068 deyil. 4868. Bizdə Bəli. D-nin kodu 6-dır. Deməli 86 olmalıdır, 68 olmur. E variantı da getdi. Geriyə nə qalır? B variantı. Bu da bax şeylərdir. Do, re, mi, fa, sol hamısı notalardır. Notaları heca kimi böləsən, ondan sonra baxasan ki, hansı hecada hansı hərflər dayanır. Sonra sənə verildiyi ardıcıllıqla düzürsən. Bir də bir sual var idi. Bir ona baxmadıq. O tip suallarda. Çünki veriləcək sizə. Neçə saniyə. Buralara da baxmışıq. Deyəsən. Məsələn, 32-ni deyin görüm. 32 də qəşəng sualdır. Düşmə ehtimalı olan bir sualdır. C 23. 9'u 3'e böləndə elədir, nəsə bir şey. Dəqiqə düşünək. Yəni, bax, B hesab əməlləridir. C bir hesab əməlidir. B bir, Y da bir. 12'den 6'sını çıxanda 6, 4, B-nin nə idi? B nədir? B bölmədir. Bölmə olmaz. 27, hə də, hə, mən 2 ilə 7-ni topladım, 9, 3'e böldüm. Yox, 27-dir o. 2 ilə 7 ilə işin yoxdur. 27 kimi bax ona. 27. O zaman Bax, B, gəlin sizə hesab gedir də əməllərini burada. deyim. B 3'ün nədir? kubu. B vurmadır. Aha. B-ni vurma kimi düşün. B vurur. Daha sonra Y-ni bir dənə baxım ümumi. Sonra yoxlayaq görək uyğun gəlir. Y hərfi toplama olar. Ümumi toplayar. S hərfi də kök altı verərik. S-yə də kök altı verərik. İndi bax, 27-ni 3-ə vuranda nə edir? Deyirəm ki, B vurmadı. 27-ni 3-ə vuranda neçə edir? 81. 81-i 2 dəfə kök altına salarsın. 81-dən kök altına 9 çıxır. 9-dan da kök altına nə çıxır? 3. 3. Uyğun gəlir. 36, 36'dan Y-ni 6. toplama kimi görsək, 12 ilə 24-ü toplayanda 36, S kök altı demişdim. Kök altında 36-dan nə çıxır? 6. Burada uyğun gəlir. Qaldı variantlarda yerinə istifadə eləmək. Burada toplama yazıram, burada vurma yazıram. Birinci vurmanı yerinə yetiririk. 3 dəfə 4-ü neçə edir? 12. 12 üstünə 4 gələndə 16. 16-nı 2 dəfə kökə salarsan. 2 dənə sey var. 16-dan bir dəfə 4 çıxır. Daha sonra 2 dənə sey var deyə 2 dəfə kökə salarsan. Bu 4-ü də kökə salarsan. Cavab nə çıxacaq? 2. Cavab olacaq B variantı. Aydın oldu. Bu tip suallarda belə verirsiniz. Bir Tek də kök sual altı var. olur. Necə? SS variantı, yəni bu dediyimiz kimi harda görürüksə o kök altı Yox, olur. harda görürük deyəndə elə verər ki, sənə başqa bir hesab əməli verər. Buna aid 1-2 dənə testlər var. Onları atarım, fərqlilərini də görmüş olarsınız. 2-3 dənə seçimli sual yığmışdım yerinə. Amma yox, sırf burada vurma. Ay, elə olar ki, məsələn, yerləri dəyişiyorlar. O verilən sualdan asılıdır. 29-a baxın. Peşə sualdır. Mən burada 3-ü 2-yə vurmuyub. 3 hardan almısan ki? 3 hardan tapdın ki, 2-yə vurdun? Orada Hı. 3-ü. Baba sözünə 6 verib, ana sözünə 22, ata sözünün kodunu istəyir səndən. Hansı 3-ü hansı 2-yə vurmusan? 3-dən 2 yoxdur ki burada. Bir dəqiqə məndən. Rus atıram 25 ola bilər. Anaya yaxın qiymət. Aha. İzah eləyərdi istəməm. Baxaq, deyir baba 6-dır. Mən 25 fikirləşəm, tam da qərar. Biraz izah. Hı. Müəllimə sırayla, bəlkə sırayla əlifba sırasına ola bilər. Hava corab genelde paltar. Yine dolmanı qızdırmışım da qoyum ye. Baxın suala 29-u necə yazarıq? Əlifba sırasını götürmək olar, məsələn, sıralama yoxsa. Əla. Bu neçənci hərfdir?
İkinci. Bu bir ikinci. A birinci hərf, yenə B ikinci hərf, A birinci hərf. Toplayanda neçə eləyir? 6. 6. A hərfi neçənci hərfdir? Birinci. Digər A Birinci. yenə birinci. N hərfi neçənci hərfdir? 15. 20-ci. 15. 20. 25. Toplayanda Hə. neçə eləyir? 22. İndi ata sözündə kod nəyə bərabərdir? Yəni məntiqdə elədi ki, qaydanın gedişatını bilməyindən asılı hər şey bilməlisən. Ümumi bütün hər şey var. Əlifbanın sırasını bilə bilməlisən. Hələ bu rahat formasında analogiya anaqramlar keçəndə mümkün biz keçən dəfə işləyirdik. Ümumi dünya görüşüdür. Bütün elm adları olsun, ixtiralar, hər bir şeyi bilmiş olmalısan. İndi atanın kodu neçə olacaq? A1, digər A1. Üstə gəlir. T-nın hərfi neçədir? T neçənci yerdədir? 27'dir bence. Toplayanda neçə eləyəcək? 30. 29. 29. Cavab olur C variantı. Ben geçsem olar müəllimə? Aha, buyur çıx. Olsa bizə yekunlaşdırıq az qaldı. Çox sağ ol. Sabır. Bax, X şərtini. 15-i deyin görüm. Deməli, biz Medi, futbol sondur, oynarıq pal. Bunu belə M, son, pal. Beləcə ayıraq. Benim var. İstifadə edilmək Bir dəqiqə. Sen. yazmaq olur. Aha. Ortada sen olacak. Aa, getirəm. Bax, sənə Ortada deyir ki, sen olan bir Birinci dənə iki sen, variant. ikinci Ortada sen sen değil. Nə də ola sözlərlə bilməz. Y gedirsiniz. Verilən variantıdır. şeyə baxın. Mən Handball. Axı voleybola sen var. gedirəm. E Uyğun söz variantı. hansıdır? E variantı. Bax, voleybola. Birincini bilmirsənsə, hecalara bax. 3 dənə hecan olmalı sənəd. Birincini bilmirsən, mən sözü burada yoxdur. Voleybola sözü var. Voleybola sözü hansıdır? Sen. Buradakı ikinci Sen. heca, yəni sen. Sen. Düzdürmü? Sən ikinci tərəfin olacaq sen. M də ola bilməz. M ilə B nədir? variantı ilə D variantı getdi. Daha sonra bildik, mən sözün bilmirəm. Burada me verilib. Düzdürmü? Bax, Jale, kim idi onu deyən? Jale idi. Xeyr, mən demədim. İncə kimi ki me ola bilməz. Bax, həqiqətən me ola bilməz. Yox, M çünki Bizim bizdir kodu. də. Aha, Aha. bizim kodudur. Me variantı getdi. Geriyə qalır me. Deməli ilə mənim kodu me imiş. Düzdürmü? Alda Burada oynayırıq deyə gedirəm. bir variantda Gedirəm. olmaz. Gedirəm sözü yoxdur burada. Bax, biri paldı, biri qaldı. Pal nədir? Oynayırıq. Pal oynayırıq. Burada oynamaq demir ki, gedirəm deyir. C variantı getdi. Burada Geriyə qaldı, qalır. sen qaldı. Bir dənə E variantı. Bir də məsələn bu tip sözlər var. Burada da hərf 12-ci sualda. Hərflərin ardıcıllığına baxın, kodlara baxın. Məsələn bizə deyir ki, bax, M1 deyir birinci bax, əsas rəqəmə bax. Birinci hərfini axtarsan. Birinci nədir burada? M-dir. Yuxarılara bax gör M harda verilir. Bax burada. Burada M1 var. Buranın birinci hərfi nədir? Q. Deməli sənin sözün Q ilə başlayacaq. İkinci hərf lazımdır. 2 rəqəmi hardadır? T-dədir. T2. Peki. Yuxarılarda T hərfini axtar. T2 də ola bilər, T6 da ola bilər, fərq yoxdur. Əsas T hərfini tapmaqdır. Məsələn, burada var T2. Sənə deyir ki, yəni ikinci hərf. İkinci hərf nədir? Bir dənə qaralamanı silin buradan. Aha. İkinci hərf nədir bu sözdə? A. Deməli ikinci hərfin olacaq A. Daha sonra axtarsan üçüncü. 3 buradadır. N3. Yuxarılarda N hardadır? Elə burada bir dənə N3 var. Buranın üçüncü Aha. hərfi nədir? R. R. Yazın 3-ə R-nı. Daha sonra dördüncünü axtarsan. P4. Yuxarıda P hərfi axtar. P hardadır? Bax, burada bir dənə P hərfi var. 7. Deyir ki, P-nin kodu 7-cidir. Burada 7-ci hərf nədir? 2, 4, 6, 7. T hərfi. Deməli, sənin hərfin T imiş. Daha sonra gəl 5-ci, T5. T-nin kodu nə idi? Bayaq dedik. A idi. Yenə yazırsan A-nı. Sonra V6. Yuxarılarda V hərfi hardadır? Bax, burada. V6 L. Burada da 6-cı hərf nədir? L. Sənin kodun olacaq hansı? Qartal. Heç variantla da getmədik. Promoyu qurduq sözü. Cavab oldu hansı variant? A variantı. Aydın oldu. Eyni qaydada bax bunlarda eynidir. Sən sadəcə simvolik formada düzməyini istəyir. Hərfi tapasan, hərfin yanındakı rəqəmi tapasan. Bax, məsəl üçün, sənə verir birinci bu işarə. Birinci bu hərfi axtarsan. Bu işarən bax buradadır. G-dədir. Düzdürmü? G-nin hərfi hanı yuxarılarda? E3 isə L hərfidir onda. Bax, G3. Buraya uyğun ki değil. G-də, G3. Belə verildi. Burada L verir hərfi. G4. Hansı olacaq? Hə. L hərfidir. L Yox, hərfidir. üçüncü ədir. Üçüncü ə deyil. L 3 elə G3 olacaq da L hərfidir. Onda 3 olacaq.
Bax, G3. Buradan baxırsan ki G3. L hərfin Aha, hardadır? Üçüncüdədir. aha, Düzdürmü? aha. Burada da L hərfim hardadır? Üçüncüdədir. Üçün- Deməli, birinci yerdə rəqəmim nə ilə başlayır? Burada sıranı dəyişib verib də sənə. 3 ilə Aha, 3 ilə. başlayacaq. Aha. A variantı getdi, E variantı getdi. İkinci gəlir bu işarə. Bax, bu simvolu axtarır. Bu simvol P-dədir. P-ni axtarın görün, P hardadır burada? B 7-də. 7-dir. 7-ci 7 hərfimiz hansıdır? N hərfidir. 7-ci hərfimiz hansıdır? P1, P7, Hə, M hərfi. hə M hərfi M. Bu M burada neçənci hərfdir? Birinci. Burada birinci. Deməli, Aha. üstün sonra 1 gəlir. D variantı da getdi. Daha sonra gəlir bu, ürək. Ürək hardadır? Elin yanında. L1, bax, K hərfi. Q K burada hərfidir. neçənci hərfdir? Birinci. 5-ci. Hə, burada aha. Aha, axtarılan sözdən 5-cidir. Deməli, burada nə gələcək? 5 gələcək. 315 ilə variant olur C variantı. Aydın oldu, ardıcıllığı necə qurursunuz? Bəli. Ümumi ən çox sizi karıxdıran şey bu olmasın ki, yuxarıdakılara baxanda hökmən aşağıdakılara baxın, axtardığınız sözə. Əsas axtardığınız sözə qurmaqdır. Eyni qaydada 13-cü sualda, eyni tipli sualdır. Bunlar da bayaqdan izah elədiyimiz kimi kodlardır. Ümumi fərqli suallar təbii ki çıxacaq. Nə də çıxsa şey deyin. Gəlin bir dənə ona da baxaq, ondan sonra yekunlaşdıraq. Onu necə yazırıq? Onu. Başlayıb bax, üçbucaqla başlayıb üçbucaqla qurtarmağına baxma. Çünki hamısı 4 ilə başlayır, 4 ilə qurtarır. 8 ilə başlayır, 8 ilə qurtarır. Silə biləcəyin bir variant olmur. Başqa bir şeyə baxmalıyıq indi burada. Nəyə baxa bilərik? Onda dairəyə baxırıqsa, bir dənə qara dairə olan hansında var? Əsas bu tip Bir suallarda onda. ilkin olaraq bir siz nəyə baxmalısınız? İlk baxmalı olduğunuz şey sırf gözünüz onu axtarsın. Bu tərəfdə 10-cu sualın şərtində verilən fiqurlardan hansından bir dənədir? Təkrarlanmayan Yəni fiqurlarsa da. Aypara axırdan ikinci sırada bir dənədir. Yəni B variantı. Aypara niyə mülkün? Aypara axırıncısı hansını deyirsən? Mənim yarım Aypara 8-dir. Bu Oldu bilirsiz, bir dənədir. Ayparanı Olduqda qoy bir bir qırağa. dənədir. Burada bir dənə olan nədir? Təkrarlanmayan. Aşağıda ulduz var. Dairə. O Bu. Bax, bu bir dənə də təkrarlanmır, düzdürmü? Təkrarlanmayan bir dənə rəqəm olan hansıdır ikinci yerdə olan? 61-86. Aha, 61-86. Bax, ikinci yerdə 1 var və bu bir başqa heç bir yerdə təkrarlanmayıb. Deməli, bunun kodu neymiş? 61-86. Bu getdi 61-86-ya. İndi buradan, bax, nəyin kodunu tapa bilərsən? 8-in kodunu tapa bilərsən. Bu yarım aypara nədir? 8-dir. Düzdürmü? Deməli, bu da getdi buna. Bunun da kodunu tapdıq, buna bərabər imiş. Buradan, məsələn, tapa bilərsən, bax, bu x çıxarılmış. Dairənin kodunu Bu tapdınız. 9-dur. 9-u tapandan sonra deməli bu da nəymiş? Bunun koduymuş. 9 olan bunun kodudur. A variantı da getdi. Daha sonra buradan nəyi tapırıq? Tünd dairəni tapırıq. Tünd dairə nədir? 3-dür. İkinci yerdə 3 yazmalısan. Qalan variantlardan hansı olur? C variantı. Yenə deyirəm, ilkin olaraq analiz eləməyə çalışırsınız, o eləyin, o ayrı məsələ. Amma ilk verilən şərtdə gözünüz müxtəlif olanı axtarsın. Yəni bundan təkdir, bir dənədir. Gözünüz onu axtarsın. Bir dənə onu bax, aşağıdakı sırada ulduzun bir dənə tək olduğunu görəndən sonra variantlarla rahatlıqla tapa bilirik ki, hansı variantdır. Oradan da yerinə qoyuna görə tapılır. Aydın oldu. Ümumi suallardan deyin görüm, ağlınızda qaranlıq qalan nə var bu bölmədə? İşləyəsiniz o sözsüz, suallar çıxacaq təbii ki. Qaranlıq qalan nəsə var? Yəni müəllimə, bir dənə ən çox qarışdırdığım o rəqəmlər olur. Hansı? Rəqəmlərin altında. Bayaqdan deyirdiniz, imtahanda düşə bilər. Onlar o Onları şey qarışdırıcım. Evdə bax, YouTube'da da bu falan şifrələrin bu baxmalıyam. hissəsi asandır ki, normal variantdakı kodlardan, variantlardan silə-silə gelirsən. Amma o deyir, məsələn, yanvar, fevral baş hərfləri kimi verir. O ücret sənin şeyinə qalıb da, yəni tapma qabiliyyətinə qalıb. Variantdan çıxacağın bir şey yoxdur. Sırf onu fikirləşməlisən. Ona görə də narahat olma, Jale. Dəfələrcə sual işləyəcəyik. Yəni ki, sınaqlarda da görəsən, qəbullarda da. Plus bir dənə PDF hazırlamışam. O PDF-i də sizə atacağam. Sırf əzbərləməli olduğunuz şeylər. Bunu işləyəndən sonra sırf əzbərləməli olan bir dənə PDF var. Bir dənə 2 səhifədir. Onu əzbərləyəsiniz göz yaddaşı ilə vəsiyo. Ki, o sual düşsə cavab budur. Orada açar yerləri sizə qeyd eləmişəm. Rekordu dayandır.